Bir daha salam, hamınızı xoş gördük. Geçen səfərki başdan deyim çalışmalar üçün təşəkkür edirəm. Ümid edirəm hamınız yazmısınız. Bundan əvvəlki dərsimizin davamı olaraq keçən dərs biz ehtiyatları qiymətləndirdik, aldıq. Onlar üzərində xərcləri bölüşdürdük. Satışa qədərki bütün prosesləri yerinə yetirdik və malımızın maya dəyərini, yəni çot qiymətini və yaxud da balans dəyərini, bunların üçü də sinonimdir, əldə etdik. Və indi anbarımızda mallarımız mövcuddur. Mal material cədvəlimizdə mallarımız mövcuddur. Əməliyyatların qeydiyyatını aparmışıq. İndi isə bunları satmaq istəyirik. Satış qərarına gəlmişik. Bəs biz bunları satdığımız zaman necə satacağıq? Diqqətinizi çalışmanı edəndə çəkdimi, çəkmədimi bilmirəm. Məhsulları aldığınız zaman çeşidlərin miqdarları da dəyişir, qiymətləri də dəyişir. Sabah onların tədarükçüləri də dəyişə bilər. Fərqli-fərqli tədarükçülərdən gəlir gördüyünüz kimi. Yəni bu deməkdir ki, mallar fərqli tarixlərdə fərqli qiymətlərə alınır. İndi mən satış edəndə bir malları ayrı-ayrı çeşidlərdə saxlamayacağam ki, bunu 50-dən almışdım, bu qiymətdən almışdım, bunu Vəldən almışdım, bu qiymətdən almışdım. Ki, satanda birini əlinindən, birini vəlinindən aldığımdan götürüm satam. Qiyməti formalaşdırım. Biz hər hansı bir satış müxabirləşməsi verdiyimiz zaman nələr qeyd edirik? Zəhmət olmasa birinci satışımızı açın. Sizdə siyahıda olan ilk tarixə, yaşıl rəngdə olan fakturanızda. Zəfər qidadırmı? Nə deyir orada? Nə satmışam mən orada? 10 çeşid məhsulu satmışam da orada. Baxın. Deməli, bizim həmin müəssisədən, Xəzər Marketdən etdiyimiz satışların ilki 20 oktyabrdadır. İlk öncə tariximi qeyd edim. Mən satışımı etmişəm. 200 debitor borcumu artırım. Borc artdı. 211. Nə qədər məbləğə satmışam? Satış qiymətim var mı orada? Var. 1355 manat 50 qəpik. 1355 manat 50 qəpik. Bunu mən gəlir kimi də tanımışam mı? Satış gəlirim. 601 1355 manat 50 qəpik. Qeyd etdim. Debitorum kimdir? Zəfər Qidadır, düzdürmü? Zəfər Qida MMC və satışım nədir? Qida məhsuludur da, düzdürmü? Geçen səfər alış edərkən nə yazmışdıq onlara? Satmamışıq deyə sinifləndirməmişik də. Qida məhsulları və yaxud da ki, ərzaq malları qeyd edək. Çünki biz bu çalışmaların üzərində başqa məhsullar da sata bilərik. Satışı etdim. Şöyle gəlin istəyirsiniz buradan aşağını bilmirəm, necə işarə eləyək ki, bilinsin. Nəsə, qalsın bu formada. İndi mən malı da silməliyəm. Mal silinmə müxabirləşməsi də yenə qeydiyyatımı aparmalıyam. SMMD dedim. 701 və həmçinin 205 mallar 205 nə qədər siləcəyimi tapacağıq birazdan. Amma malları buradan sildiyimiz zaman ərzaq malları siləcəyik. Buradan biraz bu satışın xərcini çıxırıq da var ki. Bəli. Malların satışın maya dəyərinə silinməsi ya da SMMD-yə silinməsi deyək. Hesabda olan malların
Benim daha silinmesi üçün qeyd olunur da bu. İndi biz bura bəli filan qədər mal satmışıq. Mallarımızı yazmamız lazımdır. Mənim mallarım hardadır? Mal material cədvəlində və ayın 20-sidir. Ayın 20-si bu da listədə gördüyünüz malların hamısı məndədir. Mənim siyahımdadır. Gəl bunu da düzəldək. Hə. İndi baxın buradakı bir bölüm var. Satılmışdır deyir. Mən bu malları satış qərarına gəlmişəm. Hansı malları və nə formada satmam lazımdır? Və hansı partiyadan satmam lazımdır? Bunun üçün uşaqlar ən aktiv istifadə olunan 3 metod mövcud idi. Yəni 3 avtomatik metod qeyd edilirdi. FIFO-nu qeyd edirdilər, LIFO-nu qeyd edirdilər, orta maya dəyəri qeyd edirdilər. İndi isə Azərbaycanda ən çox istifadə olunanı FIFO və orta maya dəyəridir. Ümumiyyətlə bu metodlar nə üçündür? Biz malları hansı formada satışın maya dəyərində hesablayaq? Çünki bu metodları seçməyinə biz maya dəyərinin dəyərini dəyişə bilirik. Maya dəyəri dəyişən kimi bizim ambar qalığımızın dəyəri də dəyişir. Maya dəyəri dəyişən kimi bizim qazandığımız mənfəətin də həcmi dəyişir və mənfəət vergimizin də həcmi dəyişir. Onun üçün bu çox vacib bir nüansdır əslində. Birincisi metodlarla bağlı bunu demək istəyirəm sizə. LIFO metodu hal-hazırda istifadədə deyil. Digər 2 metod istifadədədir. Amma məsələ burasındakı bir müəssisə bu metodun birini yalnız ildə bir dəfə seçə bilər və dəyişdirə bilməz. Bəli, il boyunca dəyişə bilməz. Növbəti dəyişiklik növbəti ilin əvvəlində ola bilər. Yəni mən bir metodu seçmişəmsə, bir il həmin metodunda getməliyəm. Azərbaycan Respublikası inkişaf etməkdə olan ölkə olduğu üçün iqtisadiyyat hər zaman artan şkala ilə dəyişir. Yəni artan xətt üzrədir qiymətlər. Qiymətlər qalxır və enmir. Onun üçün metodları da seçərkən bu tiplə əməliyyatları nəzərə almaq lazımdır. Gəlin birinci FIFO metodundan bəhs edək. FIFO ümumiyyətlə ingilis dilindən baş hərflərin qısaldılması olubdur və birinci aldığımız malları, ilk aldığımız malları ilk də satışda siləcəklərimizdir. Silinməli olan mallardır. Misal üçün bizim ilk aldığımız mallar hansı idi? EMA partiyası ilə idi. EMA 001 partiyasının malları idi. Düzdürmü? Bu mallar idi. Deməli, mən bu mallardan satanda ən birinci gəlib bunları siləcəm. Bunları verəcəm müştəriyə. Yəni bu dəyərləri siləcəm həmin satışın altına. Çünki FIFO metodu nə deyir? First in, yəni ilk mədaxil, first out, yəni ilk məxaric. Birinci mədaxil etdiyini elə birinci olaraq da məxaric etmən lazım. Balansdan çıxartmalısan. Bəli, ilk partiyanı ilk satmalısan. Bu bizə nə kimi üstünlüyü verir? Bu bizə üstünlüyü verir ki, ambarımız hər zaman təzə qalsın, düzənli qalsın, belə deyək də, məhsulların özü xarab olan məhsul olmasa da, kimyəvi reaksiyaya girə biləcək məhsullar, paslanacaq məhsullar, qaldıqca quruyacaq məhəcər rezinlər, yəni onların qalmaması lazımdır. Mütəmadi olaraq təzələnməlidir həmin məhsullar. Bəli. İndi düşünək, FIFO bu baxımdan üstünlük verdiyi üçün, birinci aldığımız, birinci satdığımız üçün ən çox haralarda istifadə olunması əlzəmdir. Ərzaq olur. Bəli, ərzaq mağazaları daha çox üstünlük təşkil edir. Əzza mağazaları daha çox üstünlük təşkil edir. Yəni əzza mağazaları demək, yəni apteklərimiz. Hə. Yəni belə istifadə müddəti qısa olan, tez-tez dəyişən müəssisələr hansıdırsa, orada mütləq bunu istifadə etmək lazımdır. FIFO metodu istər-istəməz isə mənfəətin dəyişdirməsinə imkan yaradacaq. Yəni biz eyni məhsulu həm FIFO ilə alsaq, həm orta maya dəyəri ilə, daha doğrusu satsaq, orta maya dəyəri ilə satsaq və LIFO ilə satsaq, müqayisəsində görəcəyik ki, FIFO ilə satdığımızda mənfəətliyi daha çoxdur və ambar qalığı da daha çoxdur. İndi biz əməliyyatların birini, ikisi, daha doğrusu ikinci əməliyyata qədər davam edib, ikinci əməliyyatdan sonra eyni əməliyyatları müqayisə etməyə başlayacağıq. Mən indi durub lövhədə sizə metodları da izah edəcəm, elə buradadır. Şu metodu ilə birinci satışımı etmək istəyirəm. Məğz məntiq nədən ibarətdir? Satış fakturası sizin önünüzdədir, düzdürmü? Nə satmışım? Orada nə qeyd olunur? Şəkər tozu. Şəkər tozu.
MA001 partiyasında şəkər tozu var. Neçə ədəd satmışıq? 8 olmalı. Satışa bax. Bağışlayacağım. Bəli, 6 ədəd satdıq. Sonra nə qədər satmışıq? Neçədən satmışıq onu? 40 manatdan Qiymət əldə manat. Baxın, diqqətli olun. Mən bura 40 manat yazmıram satış qiymətini. Bura mənim mallarımın hərəkətidir. Mallarım burada mənim uçot qiyməti ilə hərəkət edir. Yəni maya dəyərimlə. Burada mən satışımı yazmağım doğru deyil. Ona görə mən burada qiymətləndirəcəyim qiymət Ayda. uzaq başı bu olacaq. Bəli, 314 bölünsün 8 vurulsun satdığım. Sədr, burada almışlar, yazmışlar. Yaşıl rəngdə olanlar. Yaşıl. Aşağıya gedin, yaşıl rəngdə var. Görməmişim. Baxın, bir də göstərim təzədən. Lövhəyə bax, sonra ona baxarsın. 6 ədəd satdıq, düzdürmü? Deyirik ki, fakturamıza yazırıq. Yazıram bərabərdir. 6 ədəd vurulsun. Mötərizəni açdım. 314.32 bölünsün 8-ə. Deyə bilərəm də belə, düzdürmü? Ambarımdakı malın dəyərini, malın miqdarına bölüb, bir ədədinin qiymətini müəyyənləşdirdim və vurdum satdığımınkına, tapdım məbləğimi. İkinci malım nə qədər satmışam? Daha doğrusu hansı məhsul satmışam? 10 ədəd. Daha sonra un satmışam mı? 8 ədəd. Uzaqlı. Duz 30 ədəd. Makaron 60 ədəd. 20 ədəd çay. 25 ədəd qarğıdalı. 15 il. Bu. Kopya 15 ədəd, Aha, süt dolu 8, tamam. 12. 12. Burada dayanıq. Miqdarlarımız hazır. Burada yazdığım əməliyyat bunun hamısına aiddir. Çəksəm sonuna dəyərlərini əldə edəcəm. Yəni bir kənardan verim düzəlsin. 5 manat. Uşaqlar, indi burada dövrün sonuna qalıq hissəsi var, görürsünüz. Bəli. Mən gəlirəm burada miqdarımı formalaşdıram. Deyirəm bərabərdir. Ben sıfır. Dövrün əvvəlinə qalıq miqdarım plus dövr ərzində daxil olan miqdarım minus dövr ərzində satılan miqdarım, artıq ambardan çıxanları nəzərə aldım. Bəli, minus istehsalatda zay və plus geri qaytarılan məhsullar. Yəni mənə demək olar geri qayıdıram satışımda. Enter deyirəm və bir rəqəm əldə etdim. 2 dənə. Bu mənə göstərdi ki, yenə də səliqəsiz olmasını istəmirəm. Bu bizə göstərir ki, bütün məhsullardan satma imkanımız var. Baxın, çünki satış məbləği, miqdarımız ödəyir. Satışın rəqəmlərini ödəyir. Mənim ambarımda 8 dənə var imiş, 6 dənə satmışam, 15 dənə var imiş, 10 dənə satmışam. Yəni hamısından mənim qalığım qalıbdır əslində. İndi bunların məbləğini də gedək eləyək. Sizinlə deyirəm bərabərdir. 2 vurulsun. Yenə gəlirəm dövr ərzində daxil olmasına. Bu məhsul bölünsün miqdarı. Məbləğ. Onu yazmalıydım. Nəyi? Sözü yeni insan verdi. Nədir? Ben çok Nəyi? toplasa da olar. Bunu tapma 78'i 78'i görmə. Sən de mən yazım. Necə yaza bilərəm onu? Ehtimalını de görüm zəhmət olmasın. Nəyin məbləğini? Məbləğə vurmarıq, qiymətə vurarıq. Qiyməti hardan alaq? Hədə neçədə aldığımız qiymət bərabərdir. 2 vurulsun. Mən də onu eləmişdim də. Böyləsin bu. Şübhələndirdin məni. Daha bəs necə eləyirdi? Sadəcə Bunu mu? Bax, burada da məntiqimizə baxırıq.
Mən bilmək istəyirəm ki, günün sonuna, dövrün sonuna, ayın sonuna, ilin sonuna anbarımda nə qədər məhsul qalıb miqdar olaraq. O dövrün əvvəlinə olan qalıq miqdarı çeşid üzrə. Üzərinə gəlirəm. Həmin o aralıq dövr ərzində aldığım malları, çıxıram oradan satdığım malları, çıxıram istehsalata verdiyim malı, çıxıram istehsalatda zayi olan malı və geri qaytarılmışdır var bir də. Onun üstə gəldi. Onun üstə gəlirəm. Miqdarları artıq, yəni. Bəli. Bu bölümlər arta bilər. Eyni şeyi məbləğdə də edə bilərsən. Yəni, eyni şeyi məbləğdə də edə bilərsən. Amma ehtiyac yoxdur yəni bir də həmin prosesi getməyə. Yüz. Hə. Tamam. O zaman birincini yekunlaşdırdım. İndi uşaqlar, biz əməliyyatları doğru bilək deyə, rəqəmləri tez-tez əldə edə bilək deyə bir burada qalıq hissələrini verməm lazımdır əslində. Ya da onun bütün rəqəm çıxsın, ondan sonra verərəm. Deməli, mənim satılmışdır bölümümdə nə qədər oldu dəyərim? 1200. 1281.83. Satılmışdır, satılan mallarımın dəyəri oldu 1281.83. 1281.83. Tamam və mallarım da eynən o qədər dəyərdə silindi. Malımı maya dəyərində tapdım FIFO metodu ilə. FIFO metodu burada heç bir reaksiyası olmadı, işlənmədi. Sadəcə birincini sildik. İndi keçək ikinci satışımıza. İkinci satışımızın tarixi nə vaxtdır? 22 oktyabr. Tamam. 22 oktyabr. Rəqəmləri silirəm. Satış rəqəmini deyin zəhmət olmasa. 545 545 25. 1545 25. Debitoru kimdir bunun? Bakı Promotion. Bakı restoranlar Devlet Xəzər marketində ölkəsi. Niyə Xəzər market olsun? satmamışıq. Satan bizik. Bizə borcda olandır bizim debitorumuz. Biz öz müəssisəmizin işini görürük. 211 211 bizim hesab, bizim balansın hesabıdır. balans hesab. Yəni bizə borc yaranır. Biraz çıxır ki, bunların elə bir malın dəyərini biz silirik də, yəni Hə, malın nə qədər mal çıxdığı yox. miqdarı da maraqlıdır. Miqdarı bu hesabat üçün maraqlıdır. Amma bu hesabat üçün onun məbləği də maraqlıdır. Daha doğrusu bu əməliyyat üçün. Da onu yazmır. Ancaq Bu da bizə lazımdır ki, dəyərini gətirək yazaq. İndi maraqlı situasiyamız budur. Keçdim cədvələ. İkinci satışımız üçün gəlirəm. Hansı məhsulları satmışam? Borç var burada. Yenə əvvəl rəqslik var. Baxın, yenə şəkər tozu satmalıyam, düzdür? Nə qədər satmalıyam? Şimdi Neyini? Bura 7 yazım o zaman belə çıxır ki. yok. yuxarıya İkisini yazılır. yazabilirim. Baxın, Evet. FIFO metodu bizə nə deyirdi? İlk aldığınızı ilkdə satmalısınız. Daha doğrusu ilkdə ambardan çıxartmalısınız. Buraya yazalım. Bəli. Gəlib ikisini bura əlavə edəcəm. Səni bəli, buradan əlavə edəcəm, bu dəyərdən götürəcəm. Qalanını bu dəyərdən götürəcəm. İndi gəlirəm, 2 dənəsini bura əlavə edəcəm. Deyək ki, Pilusla edim də bunu mən. Sənin edim. Yuxarı 8 edim də elə. 8. Buranı deyəcəm 5. Şöyle dəyəri düz edir. Hə. Müəllim, siz niyə elə yarımsız qoyursunuz ki, 2 yuxarıdakı uşaq? Çünki 0 olmalıdır bu. Növbəti satışımızı deyin zəhmət olmasa. Birinci yarım, birinci yeri. 2 dənə qalığımız var. Bax, bu qalıqlar sıfırlanmasa, bu miqdarlar sıfırlanmasa, O bir mən ikinci partiyaya keçə bilmərəm. hayır, FIFO mənə icazə vermir. silmək üçün. Əvvəlki partiyanın qalığını. Sən axı 4 dəfə mal almısan. Ayın 1-i aldın, ayın 5-i də aldın, 10-u aldın, 15-i də aldın.
Birinci alanlar qurtarmalıdır ki, ikinci alanlardan sata biləsən. Onların da qiymətləri fərqli olduğuna görə məbləğləri istər-istəməz maya dəyərinə təsir edir. Amma Biz götürüb hamısını ikinci partiyaya yazsaq, maya dəyər başqa çıxacaq. Birinci partiyaya yazsaq, yenə maya dəyər fərqli çıxacaq. Hə. Niyə? Məsələn, ikinci dəfə biz şəkər dozunu fərqli qiymətə almışıq. Gəlin baxın, bunu bura yazmamışdan öncə siz bir praktiki şəkildə gedin. Gəlin, niyə qarışsın ki? Zəhmət olmasa ikinci satışı edirsiniz, düzdür? Birinci partiyada gözünüzün qabağındadır qalıqları. Burada lövhədə görürsünüz. Bloknotunuzda açın, telefonunuzun kalkulyatoru ilə zəhmət olmasa gedək. Birinci maldan 2 ədəd qalığım var, 78 ədəd. 7 neçə dənə satışın qalıb? 2 dənə qalıb onun üçün. 5 tane. Baba, bunların dəyəri burada var da, qalıqların dəyəri burada var. Düzdür, 390 manat 17 qəpik. Miqdar olaraq da hər birinin miqdarı var. Gəlin birinci satışlarınızı yoxlayaq. Görək bu miqdarın hamısı onun içərisində gedir. İkinci satışda. Baxaq görək var orada. Birinci satışda birinci var idi. İkinci satış nə qədər eləmişsiniz? Tamam, görür. Sonra 5 oradan sonra 7 9 dənə. sonra Dur, 31 dənə. aha, onu bu. Gələr. Aha, Say 20 gələr. aha. Düzdür. 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 Əla. İndi gəldik nəyə? Deməli, buradakı dəyərləri zaten görür. Aparacaq ikinci faktora. Buranı sıfırlayacaq. Ondan sonra yerdə qalanları yazacağım mən. Düzdürmü? Gəlirəm ona görə bu dəyərləri bir kənara yazın zəhmət olmasa. Oy, düzmü göstərdim mən? Ha. 390.17. Bunu bir kənarda yazaq dursun. 390.17. Bu bizim köhnə partiyanın dəyəridir. Gəlir indi miqdarlara. Birinci mal nə qədər idi? Şəkər 5. 7 idi. İkisi burada var, 5 ədəd. 5. İkinci mal nə qədər idi? 5 5'i burada var. ama 7 Aha. Sonra Deməli deməli 7 dənə də bura əlavə edəcəm. 5 o da 25. 25. Sonra 50. Aha. 22, Aha. 28. 22 silinmədi. 22 silinir axı. Bax, rəqəmləri görürsünüz. 22 silinmədi. 22 nədir? Mənfilərə baxın. Yəni 22-ni biz silmədik axı o yuxarıdan. Yuxarıdan silinir. Hə, 22. Promo 22 dediniz elə. Allah sizin insafınızı kəsməsin. Tamam. 22 say. Saat 17 müəllim. Bir də qoy eləmişəm hamısını eləyim ha. 22-də qaldıq da biz. Neçə oldu? 17. Sonra Burada problem burada 25'i çıxıb demisiniz. 20 Düzü. Zaten üstə olduğu kimi deyiblər, silməyiblər əvvəlki qalıqdan yəni. yukarıdan silip aşağı Onda mesela 35 idi. 10 dənəsini yuxarıdan azaltdıq 25 yazdı. Ha, tamam, doğru. Ağzında 28 qarqalı konservidir. Bunu səhv yazmısan. Ona görə qırmızı gedir. İndi baxarıq ona. Hə, sonra 28-də də azaltma edəcəm. Nə qədər idi? Əvvəlki partiyadan nə qədərdir? 5 dənə, 28 çıxılsın 5. Qarğıdalı, Qarğıdalı konservidə 5 dənə buradadır. 23 dənə olar. Niyə səhvdir müəllim? Əvvəlki 8, 5, 23 olmayacaq. onun da yuxarıda 25. Bir dəqiqə görüm, ara getdim. 23. İndi deyə bilərsiniz bunlar niyə qırmızıdırlar? Çünki o qədər yox günümüzdə. Əminsiz? Görün xanım bura nələr yazıb? Yox, görün xanım bura nələr yazıb? Miqdar. 0 İndi zəhmət olmasa ikinci partiyanın miqdarını deyin düzəldin. Alışda düz yazmamısan. İkinci parti. Çox güman ki, müxabirləşmələrdə də düz deyil. Allah səndən razı. İkinci partiyanın her şeyi 18. Dəyişən müəllim. Nəyi satıyor? Biraz qarışdırma. Davamı aynıdır. Düzeyək tuzu eləyir, zəhmət olsa 50.
Oy. 90 makaron, say 28, 35 ikinci birisi. Nə 35? qarlar 35, Aha, kofe nə kofe qədər? 22, süt 32, 12, kakao 18. 18. Paylaşlar mı sen? Yok. 29 yarımda doğru. Elimden yapar. Oy hə. Bunlar nə deyirlər? Birinci partiya. Yazmışam da. Yox. Sen geldin. Birinci partiya. Şeker tuzu olmadı ya. Va- Baştan başlayan. Yani ikinci partiye. 8-15. Kakaodan aşağı. Ha, oradan başladı. Şeker tuzundan. Da. Ondan sonra 18. Məndə hazır vasitəsi. 18. 18. Ha, bayrak 18. Un 12. Ona Oradan aşağı. elə yazmış. Qarışdırdım səni. Sən. Dəqiqə. Sen. Səgər düşəndi 50, 90, 28 baxın bizə. İndi sən də 0.85 saat idi. Videoda var bakarsan. Sen. Avtobus maya dəyərli. Ha. Baxın, indi gedək necə? Yaxşı. Bizim əvvəlki fakturamızda 390 manat 17 qəpik var idi. Miqdarları da buradaydı. İkinci partiyada bir dənə gəlik. İkinci partiyadansa nə qədər dəyər sildim mən? Cəmi bu qədər dəyər. 845.65. Bunu da deyək 845.65. Toplam 390 nə 1200 etməli? 390 keçən səfərki partiyadan olan malımız idi. Bu da indiki partiyadan olan malımızdır. Kalıpları. Bəli. 1235 mal 80 yapayım. Hə, bir dənə onu yazım, gəlin malları siləcəm. Qaldı onunla. 1235.82. Siləcəyik. 1235.82. Və malı da azaltdım. 1235.82. Müxabirləşməsini verəndə mal düşdü axı kreditə. Avtomatik olaraq materiallar buradan silinib doğru qalığa çıxmalıdır. Yəni qalan miqdarlarım qədər partiya birdə. Bəli, gəlməlidir bunların üzərinə. Yəni eyni rəqəmlər, miqdarlar burada da olacaq. Cəmlənəcək. Copy. Paste versəm bəs edir mənə. Artıq birinci partiyam mənim üçün yoxdur. Birinci partiyadan mənim ambarımda mal yoxdur. Sadəcə ikinci partiyadan var qalığım. Şəkər tozundan qalıbdır, şeyə qədər, qardalı konservinə qədər və bu birisilər də olduğu kimi qalırlar. Yenə şəkər tozuna qədər, bura qədər. Yəni dövrə dahil olur müəllim olsun. Bəli, baxın, indi belə edək. Oy, çox pis rəng oldu bu. Açıq rəsəcəkdən. Bu rəng olsun birinci partiya. İkinci partiyada seçəsiz deyilirəm uşaqlar. O da bu rəng olsun. Müəllim, bu biraz mənə çəkildi. O sizlərdən sonra təzən olaya daxil. Zahir daxildə deyilmiş. Nə edirsən, daxil nə edirsən? Dövrün sonunun qalığı siz üstə gəldiniz, dövr ərzində dahil olanlar üstə. Yox, bu ona görə gəlmədim. Biz bu malların hamısını satdıq axı birinci partiyadakını. 2 dənəni falan. Bu rəqəmin içərisində vermədik biz. 1235.82-yə aid olmadı. Çıxdısa mənim balansımdan, deməli burada azalması lazımdır da. Satışa yazılması lazımdır. Hə, satışın üstə miqdarları gəldi. Hə, miqdarları artırdım ki, o dəyərləri sıfırlasın. Aynen. İndi biz bunu FIFO ilə etdik bu formada, düzdürmü? Gəlirik əməliyyat jurnalında və baxaq. Satışımız 1545.25-dir. Satışımızın maya dəyəri 1235.82. Zəhmət olmasa gross mənfəətimizin neçə olduğunu deyə bilərsiniz mənə? Gross mənfəət bu arada nə deməkdir? Gross mənfəət satışla, yəni income-la çıxacaqsan satışın maya dəyərini, goods of sales-i yerdə qalacaq sənin gross mənfəətin. Satış çıxılsın satışın maya dəyəri bərabərdir gross mənfəət. Sənin yəni çeşidə görə qazandığın pul.
İçinə başqa xərclər girmədən, əməliyyat xərcləri, inzibati xərclər daxil olmadan sırf aldığın və satdığının üzərindən qazandığın gəlirin. Gəlsin 1545 sıfır. .25 çıxılsın 1235.82. Gəlin açaram bir dəqiqə. Satışı Madəlli ediyor. Sıfır azalmış. çıxılsın satışının maya dəyəri. 309 manat 43 qəpik FIFO metodu ilə etdiyim zaman bir dəyərim formalaşır. İndi uşaqlar, bəs mən orta maya dəyəri ilə etmək istəsəm nə edəcəm? Bu FIFO sayılır. Bəli, indi biz FIFO etdik. O nə düsturuydu, nə üçün? Onun mənfəətini yoxlamaq üçün, indi ikinci metodu istifadə edəndə yoxlamaq üçün. İndi biz bu məbləği aldıq, bu nəyini yoxlayırıq tamam. Bax, Lalaca, biz satış eləmişik ayın 20-sində. Satışımızın maya dəyərini tapdıq ki, nə qədərdir? FIFO metodu ilə tapdıq. Təzədən ayın 22-sində bir də satış elədik. Tarixi net deyim. Bəli. Ayın 22-sində bir də satış elədim. Başqa şirkətə etdim artıq satışı. Kimə etdim? Zəfər Bağlar. Bakı restoranlar şəbəkəsinə etdim. Bura etdiyimdə də yenə həmin çeşidləri satdım. Miqdarları fərqli idi, amma məbləğlər də fərqli oldu. Götürüb bir növ qiymətlə satmadım. Mən bilmirəm axı malların içərisində gördüyün şəkər tozunun içərisindəki 2 dənəsi ABC-dən aldığımız pesok idi. Şəkər tozuydu. Amma 6 dənəsi başqa tədarükçüdən aldığımız pesok idi. Onların da qiymətləri fərqli idi axı. Onların hərəsində neçə dənədirsə öz qiymətinə vurdum. Sonra hamısını cəmlədim. Və siləndə də ambarımdan hərəsini öz partiyasından sildim. Tamam. Bunu da tarix ardıcıllığına uyğun elədim. Partiya ardıcıllığına. Ən birinci partiya hansıdırsa birinci onları silə-silə gəldim. Sonra keçdim digər partiyadan silməyə. İndi mən ikinci satışımda birinci partiyanın malları qutardı. İndi ikinci satışımda həm birinci partiyadan mal satdım, həm ikinci partiyadan mal satdım. Birincidən qalan qalıqları ilə cəmlədim, ikincidə əksik qalanları və satdım. Misal üçün, sizin üçün adi sadə bu məhsulun bir çeşidini qoyaq sizlər üçün. Gəlin bir boş hissəmiz olsun. Ama orada filtrelerin şey seçme olmaz. Eləmək olar, ancaq günə baxanları deyirsən. Yani nasıl diyeyim? Olar, gəl günə baxan olsun. O görə eləyə bilirikmi? Ancaq edək günə baxanları. Günə baxan yağı almışıq. Alış qiymətlərimiz burada və günə baxan yağı satmışıq. Satanda miqdarla neçə dənə satmışsan? 22 dənə. Satmışsan. Gəlin buradan günə baxanın özünün çeşidləməsinə, çeşidləməsinə gedək. Məhsulumuza da deyək ki, tarix, miqdar, bura daha doğrusu təyinat deyək. Miqdar, qiymət lazım deyil, lazımdır yoxsa? Qiymət də olsun, məbləğ də olsun. Qiymət və məbləğ. İndi biz bunların altında bir neçə əməliyyat apara biləcəyik. Yəni, hansı tarixlərdə mən alış etmişəm? Daha doğrusu tarix yerinə partiyalarımı qeyd edeyim. Tarixim yoxdur, partiyam var. Təyinatım nədir? Bunların hamısı alışdır. Alışdır bunların hamısı. Alışlarımı da etdim. Alışlarımın miqdarları və məbləğləri də qoyum kənara.
bərabərdir. Bu bölünsün yinəyə, y50-yə. Bu qiymətləri oldu artıq. Aha, bitirdik. İndi bəs yaxşı. Bunlardan mən nə qədər satmışam? Mənə bir satış rəqəmi deyin. 20 lira. Misal üçün 23 dənə sataq bu məhsuldan. Yazıram. Satış. Elə burada yazacağım. Satış. 23 ədəd. Neçədən sataq? 4'ün olmuş. 15 manatdan. Məbləği. Bax elə ürəkli dəxil rəqəm deməyinizi istəyirəm. Orta kıymetle satmalı değil. Ha? Orta kıymet satmalı. Hər cürlə satacağım işte bunu. Bunu hər formatda satacağım artıq. Tamam. Sen bizden orta kıymetten satacak. Ha, bax indi ona baxaq da görək nə olur. Satış partiyamda olsun MS nömrə MS olsun. 001. Uşaqlar, bu satışın qiyməti bəllidir. FIFO ilə bu satışın maya dəyəri nə qədər olacaq qarğıdalının? Bir dənə məhsul satılır. Qarğıdalının satışın maya dəyəri nə qədər olacaq? Orta çıkartılır. Baxın, ən birinci aldığım hansıdır? 14 gün sonra ben de 70. 15. Ən birinci aldığım birinci partiyada da, ən üstdə olan partiyada, düzdür? 14-19-dan olan. Birinci bunu siləcəm, düzdürmü? Evet. Ne qədər satıram? 23. 23 15-dən çoxdur. Deməli 15-in hamısı silinəcək. Bura yazdım 212 manat, 800 nədir bu? 80. Deyə də bilmədim. Hə. 82 qəpik. Bu bərabərdir buna. Bunun hamısı silinəcək. Keçdim ikinci yerdə nə qədər mal qalacaq? Ehtiyacım var mənim. 23 çıxılsın 15 qədər. Yəni 8 ədəd mal qaldı yerdə. 13. Deməli 18-in də 8 ədədini satacağım. Bərabərdir. Bu vurulsun 8-ə. 110 manat da bu etdi. İkisinin cəmi nə qədər etdi? 322 manat 99 qəpik. 322 manat 98-99 idi. 98 qəpik. İndi mənim maya dəyərim oldu bu qədər. Buna yazaq nə ilə? FIFO ilə olan. İndi gəlin bir də bunu biz orta maya dəyərlə edək. Orta maya dəyər nə deməkdir? Mən neçə partiyada mal almışam? Ambarımda neçə partiyanın malı var? Və miqdarları nə qədər? Partiyam 4 partiyadır. Miqdarlarının cəmi nə qədərdir? 75 ədəd. 5. Bəs məbləğləri nə qədərdir? 1039.97. Bunu böyle bir imkan. 1039.97-ni, yəni məbləğlərinin cəmini bölürəm miqdarlarının cəminə. Bax, amma eyni çeşid məhsulu. Bir çeşid məhsulu, qarğıdalını. Gəl indi edək. Burada deyək bərabərdir. Biraz ortaya qoyaq bunu, bərabəri. Xoş görünsün. Deyək bərabərdir. Son. Təzəni açaq. Məbləğlərin cəmi bölünsün. Yeni sum miqdarların cəminə. Aldım bir dənə rəqəm. Yazıram orta maya dəyəri. Yəni mənim qarğıdalımın ambarda olan qiymətinin orta maya dəyəri, orta qiyməti. Ambarımda bundan yuxarı qiymətə də qarğıdalılar var. Bundan aşağı qiymətə də qarğıdalılar var. Bu onların ortalamasıdır. Aydındır. İndi gəlirəm mən satışıma orta maya dəyərini tapmağa. Orta maya dəyəri ilə satışımın maya dəyərini tapmağa. Mən nə qədər məhsul satmışdım? 23 ədəd. Deyirəm bərabərdir. 23 ədəd məhsul vurulsun. 13 manat 87 qəpik. Bəli, 318 manat 93 qəpik.
Ama sağlam şöyle geldi. Gördünüz, FIFA'da 322, orta maya dəyərində 318.93 elədir. Yəni seçdiyim metod tamamilə fərqli bir situasiyaya gətirib çıxardır. Yəni maya dəyərinin hesablanmasında. İndi gəlin yenə də malları gözünüzün qabağına gətirin və partiyalarını, çeşidlərini ki siz bir marketdə, bir ticarət müəssisəsində, yəni çox çeşidli bir müəssisədə orta maya dəyəri ilə malların qiymətini çıxardırsınız. Sizə hər dəfə mal aldığınız zaman, hər mal alış partiyasında seçsə satmamalısınız, dayandırmalısınız. Yenidən orta maya dəyər hesablayıb sistemə yazmalısınız qiyməti, sonra satmalısınız. Misal üçün, deyək ki, mən bu qarğıdalını satandan sonra 23-ü mənə yeni bir partiya qarğıdalı gəlir. Gəlin nümunə olaraq eləyək də, uşaqlar. Mənə yeni bir partiya qarğıdalı gəlib. Nömrəsi nə olsun? 5-ci partiya olsun. Anladım. Bəli, yeni partiya qarğıdalı almışam. Bu səfər almışam 32 ədəd, qiyməti də 14 manatdan. 14 manatdan almışam, bərabərdir deyirəm. 32 vurulsun. 15. 14'də. Orta Mən maya elədim. Afgan istifadə edən şirkətlər daha çox misal üçün də alış etdiyi məhsullar qiyməti dəyişən məhsullar. Bəli, uzun, gec çeşid dəyişən məhsul, partiya dəyişən məhsullardır, bəli. Baxın indi, İstifadə olunan uzun müddət var. indi gəldi 448 manatda oldu. İndi nə qədər satar? 7 manat. 17 manata sataq. Yeni bir satış əlavə edirəm. Təzədən Yavaş yavaş al. 2 satış Tamam. 17 manat. Sinan neçə ədəd sataq? 12. Abi, 16. bəlli bir satış elə bir. Wow. Mən 36 ədəd satacağım. Nə ürəksədimsə. Müəllim. Mallar əlimizdə qalsın deyirsən. 36 niyə müəllim? Öz bizə var. 16 o qoydu, 20 də mən attım üstünə. Müəllim. Mənim satış bacarıqlarım yaxşıymış. Müəllim qiymətli şey kimi görünür. Buyurun. İndi mən təzədən 6 hissəni silirəm. Daha doğrusu silməmişdən qabaq bu yuxarıdakı, bunu silim artıq. Yuxarıda mən satış etmişdim də, düzdürmü? Bəli. Nə qədər satmışdım? 17 deməkdir. 23 ədəd satmışdım. Yəni bu məndə artıq yoxdur. Yoxdur. Düzdürmü? İstifadə. İkinci partiyada nə qədər var? 10 dənə qalmalı etsin. 10 dənə qalıb. Düzdür? 10 dənə bərabərdir. 10 vurulsun. F50 lira. Aha, indi oldu düz. İndi mən təzədən ikinci satışımı eləmək üçün bir də maya dəyər çıxartmalıyam. Çünki mənə bir partiyada mal gəlib. Sözü partiyalı. Yəni mən qarğıdalıya təzədən qiymət çıxartmalıyam. Göz sayım olmalı bir. Bax, həmin çıxartmışam artıq. Biraz bundan qabaqçı qiymət nə idi? Satış qiymətimiz yadınızdadır. Hə, silirəm bunu. Silirəm, yenə düsturu vermişdim də onsuz da. Kəşki bundan qabaqçıları saxlayaydım burada. Təsadüfən çəkib eləməmişsiniz. Çəkərsiniz. Gördüm müəllimlə. Baxın, yeni orta maya dəyəri çıxdı. Gələk bundan birini də verəydim, bax. Buradakiləri silməsəydim gözəl olardı. Yox, çəkməmişəm mən. Çəkin. 322 98 319 98 OMD ilə. Aha. İndi təzədən qayıdıram gerinə. Bismillah. Həqiqət. İndi bayaqçının rəqəmini bir dənə bölüb OMD-sini çıxarda bilirik. Satış məbləğini zəhmət olmasa bölün 23-ə. Bu mədəni bölüm. OMD-ni böl 23-ə gör nə qədər eləyəcək. 2 dəqiqə. 319. 284.
Neçəyə bölünməli? 23-ə. 13.90. 13.90. Baxın artıq dəyişib. İndi isə 13.87-dir hal-hazırda. Yəni orta maya dəyərində ən çətin söhbət tez-tez alış edən müəssisələrdə istifadə edilməsində yararlı olmamasıdır. Mənə əgər ticarətimi tez sürətli dövr elətdirirəmsə, orta maya dəyəri mənim üçün keçərli deyil. Mən elə FIFO ilə getsəm daha yaxşı, tarix artıqlığından istəsə də getsin. Yox, mən almışam dəmir profil, bir də 2 il sonra alacağım. Almışam 50.000 ton, yığmışam ora. Və bunu xarab olma bir şey eləmir də satıram yavaş-yavaş. Yəni bir dəfə qiymət çıxartmışam partiyalarımdan sonra, yeni partiyamın da gəlməyinə var. Eyni satışlarını da eləyirəm. Və yaxud da ki 6 aydan bir mal gələcək. Onunla da gedirəm. Yəni və yaxud da mən topdan satış etdiyim zaman orta maya dəyəri mənə sərf edir. Çünki mən bazardakı qiymət dəyişikliyi mənə maraqlı deyil. Konteynerlərdən alıram malı, o malı da satıram 4 aya və yaxud da ki topdan da satıram gedir, bir dəfəlik qiymətini çıxardıram, köhnədən qalan indiki o qiymətlə də satıram gedir. Amma bir də var ki, mən onu tez-tez alıb satıram. Gün ərzində gəlir, ay ərzində gəlir. Nə bilim, şəbəkələrə biz elə olur ki, həftədə 3 dəfə sən eyni malı verirsən və bəziləri fərqli-fərqli qiymətə verirsən. Bazardakı qiymətə görə dəyişir yəni. Bugün verdiyini sabah eyni qiymətlə verirsən. O mededir də, müəllim. Elə orada o mede olur. Onlar o medi eləyə bilmirlər də, yəni onlar o medini seçə bilmirlər. Bəs nə? Çünki sənin hər dəfə mal alanda gəlib dayanarlar. Deyirlər ki, girmə mağazaya, alacaq xal. Gözlüyüm, biz bir dənə maya dəyərini çıxardaq, bıraq sistemə, sonra alın. FIFO seçirlər. Birinci aldıqlarını birinci satırlar. İndi aşağıdakı hissələri silirəm uşaqlar. Bunlar bizə lazım deyil. Biz bu formada... FIFO istifadə edirlər. Bəli, mən ona görə də ən çoxu deyirəm. Və əməliyyatı hələ ki burada dayandırıram. Yəni ikinci satış etmişəm da. Ki gerdə qalanları sizin özünüz üçün qalsın. Amma sizin üçün əlavə tapşırıqlara giririk. Bəli. Sizin üçün əlavə tapşırıqlara girir. Bu formada yox, bir mallar üzərindən. Burada toplu baxdıq da, düzdürmü? Real iş həyatında necə görünəcək, onu görmək istədik. İndi isə birinci bir mallara baxaq, çeşid-çeşid. Ki əlimiz öyrəşsin, təlimimiz getsin.